Çin üsullu günəbaxan tumları paylaşıram sizlərlə. Ümumiyyətlə günəbaxan tumlarını hədsiz çox sevirəm və hər dəfə fərqli növləri qarşıma çıxdıqda alıb sınayıram. Bu növünə isə ilk dəfə rast gəldim Favorit Premium Marketdə. Bir ədədinin qiyməti 3 manat 10 qəpik və 3 manat 50 qəpik arasıydı. Göy qablaşdırmadakı günəbaxan tumunun dadı şirinsi, qoz pekan dadı verirdi. Yəni adi günəbaxan tumları ilə müqayisədə tam fərqli bir günəbaxan tumuydu. Onun dadını bəyəndim. Qırmızı qablaşdırmada olan günəbaxan tumları isə bildiyiniz ədvalı günəbaxan tumları idi. Yəni hədsiz çox ədva vurmuşdular. Yemək olmurdu. Yəni mən ədvalı yeməkləri sevsəm də bu mənim ağız tamıma qəti uyğun deyildi. Göy qablaşdırmanın dadını bəyəndim və onu da paylaşım ki, bu semiçkadan biraz çırtladıktan sonra adamı hədsiz tox tutur. Yəni yemək istəmir adam. Fikir olsun deyə paylaşdım. Sizlər də alıb sınayın.